Salam, hər vaxtınız xeyir. Çoxhədlinin vuruqlara ayrılması mövzusundan imtahana düşə biləcək 3 maraqlı suala nəzər yetirək. Ya Allah, bismillah, başladıq. İlk nömrəli suala nəzər yetirsək, şərtdə bizə bir ifadə verib və bunu 19-a bərabər götürüb və bizə deyir ki, bərabərliyini ödəyən ABC natural ədədləri üçün 2C çıx A çıx B-ni tapın. Gözəl bir sualdır. Necə həll etməliyik? Əvvəlcə birinci mərhələdə təbii ki, verilənləri qeyd etməliyik. Bizim verilənlərimiz nələrdir? Ən mühüm verilənlərimizdən biri məhz A-nın, B-nin və C-nin natural ədəd olmasıdır. ABC daxildir natural ədədlər. Qısaca mən bunu belə göstərirəm. N daxildir, yəni natural ədədlər çoxluğuna daxildir. Digər verilərimizi mən daha yazmıram, birbaşa onun sadələşmiş formasını yazarıq. Bizdən soruşduğu ifadə nədir? Nəyi soruşur? 2C çıxılsın A, çıxılsın B-ni soruşur. Gözəl sualdır. Gəlin baxaq. Nə etməliyik? Birinci, bu verilən ifadəyə baxsaq, burada nə isə görə bilərik. İlk 3 hədd bizə müxtəsər vurma düsturunu xatırladır. Yəni ki, A plus B-nin kvadratını xatırladır. Onun açılmış formasıdır. Yəni ifadəmiz A plus B-nin kvadratı çıxılsın C kvadratı bərabərdir 19 şəklindədir əslində. Yığılmış formada. Təbii ki, bu düstur yığılmış formada. Yaxşı, bunu qeyd etdik. Bunun bizə bir xeyri olacaqmı? Əlbəttə olacaq. Çünki artıq burada yeni bir müxtəsər vurma düsturu daha yaranır. A kvadrat çıx B kvadrat müxtəsər vurma düsturu. Bu da təbii ki, bir dəfə cəm olurdu, bir dəfə də fərq olurdu. Yəni ki, A üzərinə gəlsin, B üzərinə gəlsin, C-ni vurarıq. A üzərinə gəlsin, B çıxılsın C-yə. Və bunu da 19-a bərabər götürərik. Bunu da burada qeyd etdik. Bundan sonra nə edirik? Baxın, fikir verirsinizsə şərtdə A-nı, B-ni və C-ni natural demişdik. Biz onu qeyd etmişik burada, verilənlər qismində. Əgər naturaldırlarsa, bunların cəmi mütləq müsbət eləyəcək. Müsbəti yalnız müsbətə vuranda müsbət işarə ilə cavab ala bilirik. Demək, bu tərəfdə məcbur müsbət olacaq. Baxmayaraq ki, çıxma var burada, müsbət olacaq. Yəni ki, C A ilə B-nin cəmindən kiçik olsun ki, müsbət olmalıdır. Bunu bildik. Çox gözəl. İndi elə 2 ədəd düşünək ki, onların hasili 19 etsin və həmən ədədlər natural olsun. Bu yalnız 1 ilə 19 üçün keçərlidir. Biri bura yazıram çünki fərq var, kiçik ola bilər. Burada isə tam cəm var. Bura böyük hissədir, 19. Demək, bu ifadə 19-a, bu da 1-ə bərabərdir. Artıq bəzi şeylər tapdıq. A ilə B-nin, C-nin cəmi 19-a bərabərdir. Digər tərəfdən A üzərinə gəlsin B, çıxılsın C də 1-ə bərabərdir ki, bunu da burada qeyd etdik. Bundan sonra nə edirik? Bundan sonra artıq biz buradan tapa bilərik nə isə. Bu sistem tənliyi halına gəldi də belə deyək. Biz bunu tərəf-tərəfə toplaya da bilərik, amma daha məqsədə uyğun olar ki, tərəf-tərəfə çıxaq. Niyə? Çünki tərəf-tərəfə toplasaq, yalnızca C itəcək, A ilə B qalacaq. Yenə təzədən A ilə B-ni tapmaq lazımdır. Ondansa bir addımda tərəf-tərəfə çıxaq ki, A ilə B-ləri itsin, yalnız C qalsın. Tərəf-tərəfə çıxanda A-dan A çıxılır 0, B-dən B çıxılır 0. C-dən C çıxılır, lakin mənfi işarə ilə. C-dən elə bil ki, mənfi C-ni çıxırıq. Bildiniz necə? C-dən mənfi C çıxılır. Amma C-dən isə mənfi C çıxılır. Yəni bu şəkildə, baxın, belə. Bərabərdir. 19-dan da biri çıxıram, 18. C-dən mənfi C-ni çıxanda bu cəmlənəcək. 2C eləyəcək. 18 tapılır. Buradan da C bərabərdir 9 tapılır. Çox gözəl. C 9-dur. A ilə B-nin cəminə baxaq. C 9-dursa demək A ilə B-nin cəmi üçün 10 alırıq. 19-dan çıxırıq da. Bunların cəmi 10-dur. Çox gözəl. İndi A-nı və B-ni tapmalıyıqmı? Ehtiyac varmı buna? Xeyr, ehtiyac yoxdur. Niyə? Çünki soruşulan ifadədə bir addım atıram. Mənfini mötərizə qırağına çıxarıramsa, içərinin işarəsi dəyişir. Daha A-nı, B-ni tapıb təzədən toplamağa ehtiyac yoxdur. Çünki cəmi var da məndə. Bir addım atdım, mənfini mötərizə xaricinə çıxartdım, içəridəki işarə dəyişdi. Qaldı sadəcə 2C çıxılsın A plus B. İndi 2 vur C
yani 18 çıxılsın A plus B də 10 idi. Bu şəkildə cavabımızı tapdıq. Bitdi. Doğru cavab oldu 8. Bu da maraqlı sualın izahı. Keçid alaq digər suala, 2 nömrəli suala. 2 nömrəli suala baxsaq, bizə çoxhəddi verib. Deyir ki, çoxhəddisinin vurğulara ayrılması A kubu plus 2 vurulsun A minus 3 vurulsun Px şəklində olarsa P1'i tapın. Bu da maraqlı bir sualdır. Biz burada Px'i necə müəyyən edə bilərik və P1'i necə tapa bilərik? Məlum məsələdir, verilən çoxhəddini birinci vurğulara ayırmalıyıq. Vurğulara ayırandan sonra o vurğuları tutuşturacağıq, uyğunlaşdırmağa çalışarıq və görəcəyik ki, hansına hansı uyğun gəlir. Gəlin yazaq. Əvvəlcə bizə verilən ifadəni yazsaq, A üzəri 6 çıxılsın 25A'nın kubudur və çıxılsın 54'dür. Mən burada xırda bir addım atıram. Addım nədən ibarətdir? Bunu mən belə yazıram. A üzəri 6 çıx 27A kub üzərinə gəlsin 2A kub. Mən bunu vurğulara ayırmaq üçün edirəm. 25A kubunu sadəcə 27A kub üzərinə gəlsin 2A kub kimi göstərdim. Heç bir başqa dəyişiklik etmədim. Yəni köklü bir dəyişiklik yoxdur. Hər şey yerli yerindədir. Sadəcə görünüş formasını dəyişdirdim. İndi artıq bundan sonra bəzi şeylər etmək umurum. Bunları bir-birinin yanına gətiririm. Əgər bunları bir-birinin yanına gətirsəm, ifadə olacaq A üzəri 6 üzərinə gəlsin 2A'nın kubu və çıxılsın 27A'nın kubu, bir də çıxılsın 54 var. Fikir verirsinizsə artıq burada ortaq nəsə yarana bilir. A üzəri 6 ifadəsindən A kubu mötərizə xaricinə çıxartsam qalacaq A kubu plus 2 çıxılsın. Burada da 27'nin özünü mötərizə xaricinə çıxartsam içəridə qalar A kubu minus 2 üzr istəyirəm plus 2. İndi artıq burada görürəm ki, bu çıxma işarəsinin sağında və solunda A kubu plus 2 özü var. Demək bunun özü yenidən mötərizə xaricinə çıxacaq. O zaman bizim ifadəmiz hansı şəkli alacaq? Bizim ifadəmiz demək olacaq A kubu plus 2 vurulsun A kubu minus 27. Bu şəkildə qeyd etdik. Demək bizim ifadəmiz bu şəkildə vurğularına ayrılır. Çox gözəl. Amma məsələdə isə, yəni şərtdə isə bizə bunun vurğulara ayrılışını A kubu plus 2 vurulsun A minus 3 vurulsun Px şəklində göstərmişdi. Məlum məsələdə bunları yan-yana qoysaq, bunlar artıq eynidir. Bunlar önəmli deyil. Önəmli olan bu hissədir. A kubu minus 27 artıq açılıb. A minus 3 vurulsun Px şəklində göstərilib. O zaman biz də A kubu çıx 27'ni açaq. Müxtəsər vurma düsturudur da A kubu çıx B kubu kimi. Necə açılır? A minus 3 vurulsun A kvadrat çıxılsın 3A üzərinə gəlsin 3A üzr istəyirəm və üzərinə gəlsin 9 şəklində qeyd etdik. İndi artıq bunları yan-yana qoysaq görəcəyik ki A minus 3 uyuşur, A kubu plus 2 uyuşur. Bir dənə bu da buna uyğun qalır. Yəni ki Px bərabərdir A kvadrat plus 3A plus 9. Əla. İndi buradan biz P1'i çox rahatlıqla tapa bilərik. A'nın yerinə 1 qoysaq 1'in kvadratı üzərinə gəlsin 3 vur 1 üzərinə gəlsin 9 şəklində. Bu da təbii ki olacaq 13. Beləliklə doğru cavabı 13 olaraq tapmış olduq. Gözəl sual idi. Keçid alaq 3 nömrəli suala. Bu tamamilə vurğulara ayırmaqla bağlı bir sualdır. Demək bizə verilən ifadə necədir? 8x'in kvadratı çıxılsın 15xy çıx 2y'ın kvadratı. Vurğulara ayırın deyir. Necə bunu vurğulara ayıra bilərik? Bunu vurğulara ayırmaq üçün çoxhəddinin vurğulara ayırma üsullarından birindən istifadə edirik ki, o üsul yeni belə deyək də ədəd və ya dəyişən əlavə etmə üsuludur. Yəni 15xy başqa ədədlərlə ifadə eləyəcəm.
Necə? Mən burada belə bir şey yazıram. 8x kvadrat çıxılsın. 15x-y yazıram. 16xy plus xy şəklində. Və burada da çıx 2y kvadrat olduğu kimi qalıb. Niyə belə yazdım? Çünki mən baxıram ki, bu cür yazsam, ortaq nəsə var bunların içində, onu meydana çıxara bilərəm. Bu iki ifadəyə birgə baxaq və ortaq nə isə mötərizə xaricinə çıxaraq. Birinci ifadədə mən 8x-i mötərizə xaricinə çıxartsam, içəridə qalacaq x minus 2. Üzərinə gəlsin. İkinci tərəfdən də mən y-ı mötərizə xaricinə çıxara bilərəm. Qalacaq x minus 2. Fikir verirsinizsə, bərabərliyin sağında və solunda x minus 2 özü var. Demək, x minus 2-nin özü indiki mötərizə xaricinə çıxır. O zaman bizim ifadəmiz olacaq 8x plus y vurulsun x minus 2 şəklində. Çoxhəllini bu şəkildə vuruqlarına ayırdıq. Bu da gözəl bir sual idi. Beləliklə videomuzun sonuna gəldik. Sizlərə dəstək olmağa çalışdıq. Sizlərə uğurlar arzu edirik.